Kaşok. Götürmeye kapı önüne. Savo ve gol! Zakaria Savo! Qarabağ formasıyla ilk golunu vurur. 1-0. Yalnız indi meydana qayıtdı. Gol tekrarını izleyirik. Kaşok. Rəqibdən uzaqlaşdı. Qapı qarşısına ötürmə etdi və Zakaria Savo da başla dəqiq oynadı. Boş mövqeyə açıldı və əla zərbə ilə qapçı Steinarssonu məyus elədi. Qarabağın hücumları zamanı hava ötürmələri deyəsən əvvəlkindən daha təhlükəli olacaq. Çünki Savo kimi baş oynamağa bacaran 9 nömrəsi var artıq Qarabağın. 11 nömrəli formanı geyinsə də. Fadil Onir. Yankovic'i gördü amma topu ona çatıra bilmədi. Buna baxmayaraq Zubir topu kazandı komandanın üçün. Zubir! 2-0! Abdullah Zubir! Bir anlıq konsentrasiya etkisi West Ham müdafiəçilərindən cəzalandırıldı. Zubir əla oynadı burada. Topu rəqibdən çox yaxşı aldı. Hər şey bax buradan başlamışdı. Yankovic top çatmadı. Lakin Zubir sanki bunu gözləyirdi. Topu rəqibdən aldı, irəlilədi və qapçının başı üzərindən aşırma zərbə ilə gözəl şəkildə topu West Ham qapçısına göndərdi. Qarabağ 2, West Ham 0. İlk hissənin çox güman ki, Qarabağ 2 topluq üstünlüylə başa vuracaq bununla da. Servendir 50 cəmi meclis daxil olur. Qarşısına alırlar futbolçularımız. Lobato ara ötürməsi. Ronaldo Sefas sürətli yıxır, mərkəzi keçir. Sefas qapçı təpədə çıxa bilər. Ronaldo Sefas ötürmə verdi. Zərbə və gol! Ronaldo Sefas hücuma aldı, oldu West Ham və dərhal cəzalandırıldı. Zakaria Savo idi irəliləyən, əslində ilk baxışdan onun Sefas olduğunu düşündü. Yeni futbolçulardı Qarabağda, biz də öyrəşməliyik. Yekunda Sefas golu vuran futbolçu oldu. Savo gol ötürməsini də əlavə etdi vurduğu qola. 2 məhsuldar hərəkət ilk oyunda Zakaria Savo'dan. Jamaikalı Ronaldo Sefas'da debüt oyununda fərqlənməyə bacarır. Bu dəqiqələr ərzində sizinlə birlikdə yayımımız reklam.